Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə 1-ci və 2-ci Rus-Qacar müharibələri haqqında danışacağıq. Dedik, nə idi? 19-cu əsrin əvvəllərində Azərbaycan özü parçalanmış vəziyyətdə idi. Xanlıqlar arasında müəyyən çəkişmələr var idi. Bundan başqa Qacar sarayında da vəziyyət yaxşı deyil idi. Ona görə Rusların Azərbaycanı işğal eləməsi asanlaşırdı. Dedik ki, Cavad xan kömək istədi də Fətəli Şahdan. Fətəli Şah ona köməyi gecikdirdi. Lakin Gəncə xanlığı işğal olunandan sonra Fətəli Şah böyük səhvə yol verdiyini anladı və ondan sonra deyir ki, 1804-cü ilin mayında ultimatum göndərir ki, Rusiya bu Cənubi Qafqazdan öz qoşununu çıxarsın. Lakin ruslar neyinir? Deyir, rədd cavabı verdi və 1804-cü ilin iyulunda 1-ci Rus-Qacar müharibəsi başladı. Həmin vaxtı Qacar qoşununa kim başçılıq eləyirdi? Abbas Mirzə, yəni Fətəli Şahın oğlu. Bəs Rus qoşunlarına kim başçılıq eləyirdi? Sisyanov. Bəli, 1-ci Rus-Qacar müharibəsi başlayanda deyirik ki, Rusların əsas hücum hədəfi hara idi? İrəvan. Və onu da nəzərinizə çatdırım ki, Car Balakən camaatlarının tutulması olsun, Gəncə xanlığının işğalı olsun, eyni zamanda Samux hakimliyinin işğalı olsun, İlisunun işğalı olsun. Bunlar 1-ci Rus-Qacar müharibəsinə düşmür. 1-ci Rus-Qacar müharibəsindən əvvəl baş vermiş hadisələrdir. Dedik ki, 1-ci Rus-Qacar müharibəsində əsas hücum hədəfi rusların hara olur? İrəvan xanlığı olur. Bəli, həmin vaxt İrəvan xanı kim idi? Məhəmməd Hüseyn xan idi. Yazmışıq ki, 1804-cü ilin iyul ayında nə baş verdi? 1-ci Rus-Qacar müharibəsi başladı. 1804-cü ildə 3 kilsə döyüşü baş verdi. Deyirik, hətta 5 gündən artıq davam edir. Düzdür, ilk vaxtlar üstünlük Rus qoşunlarında olur. Lakin sonralar nə baş verdi? Ruslar deyirik, xeyli itki verib, geri çəkilməyə məcbur olur və Qəmərli döyüşü baş verir. Zəngi çayı üzərində Qəmərli kəndi yerləşir ki, orada Qəmərli kəndində Qəmərli döyüşü baş verdi 1804-cü ildə. Nə baş verdi? Deyirik, İrəvan xanı və ona köməyə gələn Abbas Mirzənin qoşunları ruslara ağır məğlubiyyətə uğratdı. Ondan sonra neyinir? Sisyanov başlayır diplomatik yola əl atmağa. Deyirik ki, Məhəmməd Hüseyn xan yox idi, İrəvan xanı. Ona başlayır məktublar göndərir. Hətta 2 dəfə məktub göndərir ki, diplomatik yolla məsələni həll edək. Lakin İrəvan xanı neyinir? Bunu rədd edir. Niyə rədd edir? Çünki qalanın müdafiəsinə tam şəkildə arxain idi və bilirdi ki, yay vaxtıdır. Rusların ərzağı qarşıdan qış gələcək. Rusların ərzağı yox, eyni zamanda qalın geyimləri yox. Ona görə onlar buranı tərk eləyəcəkdi və hətta yerli əhali özü də mübarizə aparırdı. Taxılları yığılır, küplərə bastırırdılar. Sisyanov da nə deyirdi? Deyirdi ki, əgər kim ki o bastırılmış küplərin yerini tapsa, onlara pul mükafatı verəcəm. Lakin heç kim razı olmur. Bir dənə ermənilər istisna olmaqla. Ermənilər, o üç kilsə ətrafında yaşayan ermənilər taxılları baha qiymətə ruslara satırdılar. Deyirik ki, axırıncı səfər yenə də 1804-cü ilin sentyabrında Sisyanov məktub göndərir. İrəvan xanı deyir ki, təslim olsun. Lakin yenə də Məhəmməd Hüseyn xan rədd cavab verir. Ona görə də deyirik ki, geri çəkilməyə məcbur oldu Sisyanov. Yəni İrəvanın birinci mühasirəsi Rusiya üçün uğursuzluqla nəticələnir. Ondan sonra neyinir? Gəlir əsas diqqətini hara çevirir? Azərbaycanın qapısı. Azərbaycan qapısı haraydı? Qarabağ xanlığı. Bax bu ərazi. Gəlir, diqqətini yönəldir Qarabağ xanlığı. İbrahim Xəlil xana məktub göndərir, görüş təşkil eləmək istəyir. Hətta deyir, İbrahim Xəlil xan neyinir? Xan Şurası çağırır, orada bu məsələni müzakirə edir. Düzdür ki, Xan Şurasında bütün bəylər Sisyanovun tələblərinə rədd cavabı verir. Lakin İbrahim Xəlil xan sonunda deyir ki, mən Sisyanovla görüşəcəm. Bəli, Sisyanovla görüşürlər İbrahim Xəlil xan və nə baş verdi? Deyir ki, Kürəkçay müqaviləsi imzalandı. Belə bir sual ola bilər. Bəs İbrahim Xəlil xan niyə görüşmək istəyirdi Sisyanovla? Çünki deyir ki, Qarabağdakı xəmsə var idi, separatçı mərdliklər. Onları siyasi baxımdan neytrallaşdırmaq istəyirdi. Həm də ki, Sisyanovun yalançı vədlərinə inanmışdı. Ona görə də Kürəkçay müqaviləsi imzalanır 1805-ci ildə. Nə idi Kürəkçay müqaviləsinin şərtləri? Qarabağ xanlığı əbədi olaraq Rusiyanın himayəsinə keçirdi. Və eyni zamanda xanlığın bütün əhalisi də Rusiyanın tərkibinə keçir. Yəni olurdu Rus vətəndaşı da belə, Rusun təbəəsi. Və eyni zamanda xan deyir ki, mən və mənim varislərim həmişə sizə sadiq qalacağıq. Bəli, hətta deyirdi ki, Kürəkçay müqaviləsində belə bir şey də var ki, xan neyləməlidir? Çar xəzinəsinə hər il 8000 çevron xərac ödəməli idi və hətta Rusiya Şuşada qarnizon saxlanılmalı idi. Və biz bunu adlı öhdəliklə oxşar xüsusiyyəti var idi də. Kürəkçay müqaviləsi nə idi? Biz dedik ki, adlı öhdəlikdə də var idi qarnizon saxlamaq məsələsi, xərac vermək məsələsi.
eyni zamanda Qarabağda bu Kürəkçay müqaviləsində də var idi həmin müddəalar. Bu aydın oldu. Bundan sonra hətta deyirik ki, Şəki xanı Səlim xan var idi. Bəli, o da İbrahim Xəlil xanın vasitəsilə 1805-ci ilin may ayının 21-də Kürəkçay müqaviləsini imzaladı ruslarla. Ondan sonra artıq 1-ci Rus-Qacar müharibəsinin gedişi daxı 1805-ci ilin yayında nə baş verir? Abbas Mirzə gəldi, Şahbulaq qalasını aldı mühasirəyə. Orada olan Rus ordusunun komandanı gördü ki, çıxılmaz vəziyyətdədir və təslim olmağa məcbur olur. Ondan sonra nə edir? Hücum eləyir Qazax istiqamətində. Hətta Qazaxda kətxudalara deyir ki, üsyan qaldırın. Lakin həmin vaxtı döyüş baş verdi. Zəyəm döyüşü. Deyirik, Zəyəm döyüşündə Abbas Mirzə yaralanır və Xudafərinə doğru geri çəkilir. Ondan sonra artıq yenidən Siyanov hərbi əməliyyatlarını davam eləməyə başlayır. Ondan sonra biz dedik ki, Şəki də Kürəkçay ilə tutulur Qarabağda. Ondan sonra hara gəlir? Burada qalır bir dənə Şamaxı. Bəli, Şamaxıya, həm də deyir Şamaxı mərkəz mövqedə yerləşirdi. Şamaxıya məktub göndərir, həmin vaxtı Şamaxı xanı razı olmur. Mustafa xan idi də. Başlayır tələblər irəli sürməyə. Niyə tələblər irəli sürürdü? Ümid eləyirdi ki, Qacarlar köməyə gələcək. Qacarlar gəlib rusları məğlubiyyətə uğradacaq. Ona görə müəyyən tələblər irəli sürürdü. Deyir, mən sənə illik bacı verməyəcəm. Eyni zamanda mənə daimi maaş kəsiləcək. Eyni zamanda o Şimali Azərbaycanda olan bütün xanların üzərində mənim hakimiyyətim olacaq. Daxili idarəçiliyimi saxlayacağam. Bu kimi tələblər irəli sürür. Siyanov da deyir ki, mən səni işğal etməyə gəlmişəm də. Əslində onların məqsədi işğal idi. Bu nə tələblərdir sürür irəli. Və həmin vaxt deyirik 1805-ci ilin noyabrında Şamaxı üzərinə hücuma keçir. Və burada acınacaqlı bir məsələ var ki, Siyanovla birlikdə İbrahim Xəlil xanla Səlim xan da köməyə getmişdi Siyanova. Şamaxı xanlığı üzərinə. İbrahim Xəlil xan niyə Siyanovun yanındaydı? Çünki Cavad deyir ki, oranı tutsan Cavad ərazisini verərsən mənə. Səlim xanla da Mustafa xanın arasında ədavət var idi. Düzdür ki, indi Mustafa xan deyirik çəkilir Fit dağına. Ora təbii qala idi də, təbii sığınacaq idi. Çəkilir Fit dağına, müdafiə mövqeyi tutur. Lakin baxır ki, Siyanov gəlir, yanında da Şəki xanlığı ilə Qarabağ xanlığı öz ordusu ilə. Üstün qüvvələrin qarşısında bilir ki, məğlub olacaq. Ona görə də 1805-ci ilin dekabrında Kürəkçay müqaviləsində oxşar bir müqavilə ilə Rusiyanın təbəliyinə keçir. Aha, demək bu 3 dənə ərazi gedəndən sonra artıq hara yol açılır? Bakı xanlığına. Bəli, Bakı xanlığına. Hətta biz deyirik 1805-ci ildə hələ bu Qarabağ Şəki söhbət olmamışdan bura desant çıxartmışdılar. Amma nə oldu? Desantlar orada qələbə çala bilmir. Çünki həmin vaxtı Bakı xan Hüseynqulu xan Qacar sarayından kömək istəyir. Abbas Mirzə ora kömək göndərir. Hətta Qubalı Şeyxəli xan da ora kömək göndərir və Bakıya çıxarılmış Rus desantları məğlubiyyətə uğradılıb geri göndərilir. Siyanov müqavilə layihəsi hazırlayır, göndərir Hüseynqulu xana 1806-cı ilin fevralında. Bəli, Hüseynqulu xan deyir ki, mən qəbul edirəm. Gəl şəxsən qalanın açarlarını özüm sənə təqdim eləyəcəm. Siyanov da gedir, orada plan qurulmuşdu. Həmin vaxt onun əmisi oğlu İbrahim bəy çıxır arxadan Siyanovu vurur. Və onunla da deyir ki, artıq Siyanovun qətlə yetirilməsi nə oldu? Cənubi Qafqazda yenidən çaxnaşmaya səbəb oldu. Müəyyən xanlıqların ruslara qarşı ümidi qırıldı, bəziləri Qacarlara inamı artdı. Bu kimi proseslər baş verir, lakin onlar dağınıq olan qüvvələri toplayıb şimaldan yenidən hücuma keçirlər. Gəlirlər o Qubanın tərkibində olan bax burada yerləşir. Dərbənd xanlığını 1806-cı ildə tutub xanlıq idarə etməsini ləğv edirlər. Ondan sonra Bakıya gəlirlər. Məktub göndərirlər, deyirlər biz vəd veririk ki, çünki böyük bir ordu ilə gəlmişlər. Vəd verir ki, əhaliyə toxunmayacaq, amma təslim olun. Hüseynqulu xan da baxdı ki, bunun ordusunun sayı az, onların ordusunun sayı çoxdur. Ona görə də müdafiəni buraxıb qaçır hara? Qacar sarayına. Deyirik 1806-cı ilin oktyabrın 3-də Bakı xanlığı tutuldu və ləğv edildi. Niyə? Çünki müqavimət göstərmişdi, axı Siyanov öldürmüşdü. Və 1806-cı ilin oktyabrında deyirik Quba xanlığı tutulur, lakin Quba xanlığı ləğv edilmir. Orada əyalət şurası yaradıldı. 1806-dan 1810-cu ilə qədər Quba xanlığında, bax burada yerləşirdi Quba xanlığı. Əyalət şurası yaradıldı. Nə idi bu? Elə bir ki, komendant idarə üsuluna keçid idi də. Yerli bəylərdən ibarət bir yaratmışlar. Hətta Bakı başında da deyir ki, keçmiş Bakı xanı 2-ci Mirzə Məhəmməd xan dururdu. Deməli 1806-cı ildə Naxçıvan, İrəvan və Lənkəran xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan Rusiyanın himayəsinə keçmişdi. Yəni hakimiyyət altına düşmüşdü.
Yaxşı, 1-ci Rus-Qacar müharibəsi dövründə ruslara qarşı hansı üsyanlar baş verdi? Bura qeyd eləmişik 1806 Şəki üsyanı. Niyə baş verdi Şəki üsyanı? Dedi axı, bu Abbas Mirzənin ordusu Qarabağa girəndə Lisyaneviç var idi, mayor. Onun əmri ilə İbrahim Xəlilxan öldürülür Xankəndidə, ailəsi ilə birlikdə. Və həmin vaxtı Səlim xan fikirləşir ki, bu rusların ən yaxın dostu İbrahim Xəlilxan idi, bunu öldürüblərsə məni dünəndən öldürərlər. Ona görə Şəkidə və Carbələkəndə üsyan baş verdi. İbrahim Xəlilxanın öldürülməsinə görə deyirik, əhali ruslara qarşı üsyana qalxır, həmin bu Carbələkəndə və Şəkidə. Və hətta orada məşhur qeyd eləmişik ki, Şəki üsyanı baş verdi. Şəki yaxınlığında həlledici döyüş baş verir 1806-cı ildə. Nə oldu? Bəli, deyirik ki, burada həlledici döyüşdə Səlim xan nə olur? Məğlub olur. Hətta ruslar Şəki şəhərini də, Şəki qalasını mühasirəyə alırlar və Nuxalların bu müqaviməti qırıldı. Yəni Şəkini 1806-cı ilin oktyabrında yenidən işğal edirlər və bu da nə yaradırlar? Müvəqqəti idarə. Deməli, əyalət şurası hardaydı? Qubada, müvəqqəti idarə də burada yaradıldı. Hətta deyir, müvəqqəti idarənin başına kimi qoyurlar? Cəfərqulu xanı. Cəfərqulu xan kim idi? Keçmiş Xoy xanlığının hakimi idi ki, rusların tərəfinə keçmiş. Hətta deyir, orada Xoy ərazisindən ermənilər, Azərbaycanlılar gətirib Şəki ətrafında kətlər salıb orada yerləşdirdi. Bundan başqa Quba üsyanı baş verir. 1810-cu il qeyd eləmişik. Həmin Quba üsyanında bəli Şeyx Əli xanın başçılığı ilə baş verir. Gilgilçay döyüşü var idi. Deyir Şeyx Əli xan rus qoşunlarını məğlubiyyətə uğratdı. Hətta rus generalı nə demişdi? Şeyx Əli xanın başını gətirənə 1500 çevro mükafat verəcəm. Lakin bu yerinə yetmir və ondan sonra digər ərazilərdə olan o qarnizonlarını cəlb eləyirlər hara? Quba üsyanının yatırılmasına. Deyirik 1810-cu ilin oktyabrında 2 döyüşdə Şeyx Əli xan məğlubiyyətə uğradılır. Quba üsyanı yatırılır. Və nə baş verdi? Əyalət şurası ləğv olundu. 1806-cı ildə burada yaranmış əyalət şurası ləğv olunur və komendantın idarəsinə verilir. 1806-1812-ci illərdə Rusiya-Osmanlı müharibəsi. Bəli, artıq rusların Cənubi Qafqaza girməyi Osmanlılara narahatlıq yaradırdı. Ona görə 1806-cı ilin sonunda Rusiyaya qarşı müharibəyə başlayırlar. 1807-ci ildə Gümrü döyüşü baş verdi. Həmin döyüşdə nə baş verir? Deyirik, Rus qoşunu Osmanlıları məğlubiyyətə uğradır. Və eyni zamanda 1812-ci ildə Buxarest sülhü imzalanır ki, həmin Buxarest sülhünə əsasən deyirik Osmanlı dövləti Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsini qəbul edir. Aha. Bu da aydın oldu. Buxarest sülhünə dedik 1808-1809-cu ildə hərbi kompaniyası. Nə varır? Deyirik ki, gəldi 1808-ci ilin payızında Rus qoşunlar Üskilsə və Naxçıvanı ələ keçirdi. Və İrəvanı ikinci səfər mühasirəyə alır, lakin uğursuzluqla nəticələnir. Niyə? Çünki Abbas Mirzə bir tərəfdən kömək eləyirdi və İrəvanlılar da inamlı şəkildə mübarizə aparırdı. Nə varır? 1809-cu ildə mühasirədən əl çəkir və hətta Abbas Mirzənin təzyiqi ilə deyir Naxçıvanı da tərk edir. 1809-cu ildə Qarababa döyüşü baş verdi. Bəli, həmin döyüşdə deyir Abbas Mirzənin başçılıq elədiyi Qacar ordusu rusları ağır məğlubiyyətə uğradır. Və hətta deyir bu nə vardı? Rusiyada böyük məyusluğa səbəb oldu. Və həmin dövrdə Rusiyanın başı qarışır hara? Napolyon Fransasına və Avropada baş verən proseslərə başı qarışır. Ona görə də deyir ki, 1808-1809-cu ildə olan hərbi kampaniyası nə olur? Uğursuzluqla nəticələnir və deyir neyniyin? Başlayın sülh danışıqlarını sürətləndirməyə. Həmin vaxtı Abbas Mirzə ürəklənir. Bəli, deyirik ki, 1809-1810-cu ildə Qarabağ və Gəncə istiqamətlərində hərbi əməliyyatları uğursuzluğa düçar olur Abbas Mirzənin və istəyirlər ki, sülh bağlansın. Lakin sülh məsələsini düyünə salan nə olur? Lənkəran xanlığının gələcək statusu. Çünki ruslar deyir ki, Lənkəran xanı bizə meyil eləyir, bizim tərkibimizdə olmalıdır. Yəni Mir Mustafa xandan söhbət gedir. Qacarlar da deyir ki, bizim tərkibimizdə olmalıdır. Ona görə bunların sülh məsələsi uzanır və 1812-ci ildə Sultanbud döyüşü baş verir. Deyirik, Qacar ordusunun döyüş ruhunu yüksəldən döyüş hansı idi? Sultanbud döyüşü idi 1812-ci ildə. Qacarlar qələbə salır. Lakin həmin vaxtı Qacarlar ürəklənir ki, bunun başı qarışıb Napolyona. Deyirlər ki, onlar tamamilə Azərbaycandan qov çıxardacaq. Amma nə baş verdi? Həlledici döyüş olur 1812-ci ildə Aslandüz döyüşü. Həmin döyüşdə deyir ki, Qacarlar ağır məğlubiyyətə uğratdı.
və bu Aslan Düz döyüşü 1-ci Rus-Qacar müharibəsinin taleyini həll elədi. Ondan sonra 1812-ci ilin dekabrında Lənkəran qalası mühasirəyə alınır. Həmin vaxtı Qacar ordusunun komandanı var idi orada, Sadıq xan. Deyirik, qəhrəmancasına mübarizə apardı. 1812-ci ilin dekabr ayının 31-dən 1813-cü ilin yanvarından ayının 1-nə keçən gecə nə baş verdi? Lənkəran xanlığı işğal edildi. Ondan sonra artıq Qacar sarayı qorxuya başlayır ki, bunlar cənub ərazilərə də keçə bilərlər və sülh müqaviləsinə razılaşırlar. 1813-cü ildə nə baş verdi? Oktyabr ayının 12-sində Gülüstan müqaviləsi imzalanır. Nə idi Gülüstan müqaviləsinin şərtləri? Qısa və konkret. Araz çayından şimalda Naxçıvan və İrəvan istisna olmaqla bütün Şimali Azərbaycan verilir ruslara. Deməli, İrəvanla Naxçıvan xanlıqları istisna olmaqla yerdə qalan bütün xanlıqlar Lənkəran da daxil olmaqla verildi ruslara. Yəni o Şərqi Gürcüstan da onun içərisindədir, Dağıstan da onun içərisindədir. Və eyni zamanda Xəzər dənizində hərbi donanma saxlamaq hüququ kimə verilir? Rusiyaya verilir. Bundan başqa Qacar dövlətinin ərazisində rus tacirlərinə nə edilər? Dedilər, siz daxili gömrük rüsumundan azadsınız. Və bundan başqa diplomatik korpuslar yaradılmalı idi. Yəni həm Qacarların ərazisində, həm də rusların ərazisində. Yəni ümumiyyətcə deyirik ki, həmin bu Gülüstan müqaviləsi neynədir? Azərbaycanı iki yerə böldü. Yəni Qacarların şimal torpaqları rusların əlinə keçdi.